Gəncə şəhəri Şah İsmayıl Xətai prospekti və bu prospekti yeraltı keçid, piyada keçiddən istifadə etdik və bu keçiddə biz reportaj hazırlamışdıq və reportajımızda da bildirmişdik ki, yeraltı keçid çox bir bərbad haldadır, böyük bir təmirə ehtiyacı var. Uzun müddətdir ki, hələ də yeraltı keçidin təmiri olunmayıb. Və bu piyada keçid təhsil ocağımız, yəni Texnologiya Universitetinin qarşısında və Füzuli Parkının qarşısında yerləşir. Sakinlərin ən çox istifadə etdiyi yeraltı bir keçiddir. İşıqlandırdıq. Yenidən təkrar işıqlandırmaqda səbəb odur ki, dedik bəlkə ola bilsin ki, bu piyada keçidi təmirinə başlayalar. Amma əfsuslar olsun ki, heç bir təmir edilməyib.